Hər kəsə salam. Bugünkü qonaqlarımız IELTS-dan yüksək nəticə toplamış tələbələrimizdir və onlar bu gün sizə IELTS-dan yüksək bal toplamağın sirlərini öyrədəcəklər və ilk tələbəmiz Pəri Qasımovadır. Pəri, tələbələr IELTS Writing bölməsindən yüksək bal toplamaq üçün nə etməlidirlər? İlk öncə tələbələr, yəni struktura fikir verməlidirlər. Müəllimənin verdiyi strukturu əzbərləməli, ona yaxşı riayət etməlidirlər. Daha sonra qramara fikir vermək yaxşı olar. Çünki orada da əsas tipslərdən biri budur. Out of topic olmamaları yaxşıdır və based vocabulary işlətmək də yaxşıdır. Bundan əlavə deyə bilərəm ki, internetdə digər sourcelardan yüksək nəticə yığmış esseləri oxuyub onları analiz etməkdir və müəllimənin feedbacklərinə fikir vermək ola bilər. Bu bizim Pərinin bizimlə paylaşdığı tipslərdən biridir. Bəli, mən də Pərinin fikirlərlə razıyam. Tələbələr mütləq şəkildə strukturu düzgün müəyyən etməlidirlər. Mürəkkəb cümlə strukturu IELTS Writing-in əsas sirridir və eyni zamanda Pərinin dediyi bütün tipslərə mən də qoşuluram. Növbəti sualımız isə Ümidədir. Ümid, tələbələr IELTS Reading sectionundan yüksək bal toplaması üçün nə etməlidirlər? Şeyinə gəlmədən əvvəl mənim reading bölməm çox da yaxşı deyildi. Lakin Şeyin Akademiyada müxtəlif cür reading sualları, akademik reading mətnləri və hər həftənin axırı sınaqlar mənim readingimi gücləndirməyə çox böyük kömək oldu. Belə ki, qrup yoldaşlarımla maraqlı mətnlər işləyərək imtahanda yaxşı bal toplaya bildim. Və eyni zamanda Ümidin dediklərinə əlavə olaraq mən IELTS-a hazırlaşan tələbələrə də məsləhət görərdim ki, IELTS readingdə mütləq şəkildə sözləri readingi işləyərkən öyrənsinlər. Bəzən əksər tələbələr 504 kitabını əzbərləyirlər, amma bunu tətbiq edə bilmirlər, çünki bu effektiv öyrənmə metodu deyil. Siz IELTS readinginizdə ən böyük bariyeriniz readingi izahlı şəkildə öyrənməlisiniz və səhvlərinizin hər dəfə izahını müəlliminizdən tələb etməlisiniz. Necə ki, biz dərsdə hər dəfə səhvlərimizi analiz edirdik. Və növbəti qəhrəmanımız Səid Məsimovdur və biz Səidlə birgə listeningdən tipslər öyrənəcəyik ki, tələbələr listeningdən yüksək bal almaq üçün nə etməlidirlər, Səid? Mənim listeningimin əsas inkişafında etdiyimiz sınaqlar və etdiyimiz praktik testlər oldu. İlk öncə mən 1 və 2-ci seksionlarda olan səhvlərimi düzəltdim və sonra 3 və 4-cü seksionda olan səhvlərimi də düzəldərək, onları analiz edərək balımı 8-ə qaldırdım. Dərsdən sonra da həmçinin evdə filmlərə və musiqilərə qulaq asaraq listeningimi inkişaf etdirdim. Şahin müəllimənin verdiyi ən yeni real imtahan tipli listeningləri işləyərək balımı 8-ə qaldırdım. Listening sectionunda Səidin dediyi tipslərə əlavə olaraq onu qeyd etmək istəyirəm ki, illərdir mənim listening section inkişafında istifadə etdiyim strategiyadan biri tələbələrə ilk öncə 1-ci və 2-ci sectionda minimum 20 sualın hamısına cavab verməyi öyrətməkdir. Çünki bu ən asan sectionlardan biridir və daha sonra biz 3-cü və 4-cü sectionların üzərində praktis edirik və əmin oluruq ki, bu iki sectiondan da biz minimum 10 və ya 15 sualla cavab yazacağıq və beləliklə bu strategiyadan istifadə edərək mən minimum tələbələrimdə 7 balı garanti edə bilirəm və təbii ki, bu strategiyaya getdikdə bizim gözləntimiz 7 olduğu halda tələbələrimiz 7, 5, 8 və 9-a qədər listening sectiondan bal yığa bilirlər. Gülsümlə biz IELTS Speaking-dən yüksək bal almağın tipslərini öyrənəcəyik. Gülsüm, tələbələr IELTS Speaking sectiondan yüksək bal almaq üçün nə etməlidirlər? Speaking hissəsində Jalə müəllimənin verdiyi suallara uyğun olaraq topic related sözlərlə və cavablarla uyğun cavab verməliyik. Bununla bir yerdə YouTube-da olan podkastları dinləyərək buna uyğun cavablar tapa bilərik. Mənim yüksək bal yığmamda əsas kömək Bobby müəllimlə oldu ki, hər gün, demək olar ki, hər gün conversation edirik və bu çox önəmli məqamlardan biri idi. Onu da qeyd edim ki, bizim IELTS tələbələrimizin yüksək bal toplamasında speaking sectionda Bobby müəllimin rolu əvəzsizdir. Thank you, Bob, for your help and assistance. Və Bobby də bu gün sizinlə birgə öz tipslərini paylaşacaq ki, tələbələr IELTS-dan yüksək bal toplaması üçün nə etməlidirlər? Okay, at Shen Academy, we make IELTS speaking, our IELTS lessons very easy and very comprehensive. Here, it doesn't take any much thing to do, just your pronunciation, good vocabulary, good grammar, and then fluency and coherence. You do your self-study, self-practice, and then have a consistent learning method. And then you can get an effective and a wonderful result you dream about just here in Shen Academy. Thank you very much. Thank you, Bobby. Ayrıca müəllimlərimiz də speaking dərsləri çalırıq ki, tələbələrimiz də o bariyerdə qıraq və əminəm ki, bizimlə IELTS hekayəsini yazan bütün tələbələrimiz uğura imza atırlar və siz də o uğura imza atan tələbələrdən biri ola bilərsiniz.